Salam müəllimlər, hər vaxtınız xeyir. Mən sizin üçün bilirsiniz ki, Telegram və WhatsApp kanallarımızda həftə ərzində müəyyən dərəcədə imtahan tipli, tam imtahan tipli suallar paylaşıram və onları paylaşdıqdan sonra həmin sualları işləyən zaman hansı məsələlərə diqqət etməliyik, onlarla bağlı qısa videolar çəkirəm. Bugün də sizə yeni 3 dənə sualın, hansı ki, həmin suallar tam imtahan tipli suallardır. Qısa videosunu çəkəcəm və bu cür sualları işləyən zaman nələrə diqqət etməlisiniz, onu sizin diqqətinizə çatdıracaq. Bu sualımız tərbiyəçi müəllimlərin etik davranışları və bacarıqları ilə bağlı olan bir mövzudandır. İlk öncə situasiyanı düzgün şəkildə oxumaq lazımdır. Birinci şərti yadınızda saxlayın. Mütləq şəkildə testin variantlarına keçməmişdən öncə ilk işiniz situasiyanı düzgün oxuyub təhlil etməyinizdir. Situasiyada deyir ki, məktəbəqədər müəssisə müdiri Kəmalə müəllimə qrupdakı bütün valideynləri bağçanın bir çox işlərini məcbur şəkildə cəlb etməyi bildirir. Yəni, müdir deyir ki, valideynlər məcburi şəkildə bağçanın işlərinə cəlb olunsunlar. Yəni Kəmalə müəlliməyə bunu bildirir, amma Kəmalə müəllim belə bir halın valideynin hüquqlarının pozulmasına səbəb olacağını rəhbərliyə bildirir. Yəni Kəmalə müəllimə müdir məcbur etməyini istəsə də ondan ki, valideynlərin məcburi şəkildə bağçanın işlərini cəlb et. Kəmalə müəllim isə bilir ki, bu valideynlərin hüquqlarının pozulmasıdır. Çünki biz bilirik ki, valideynin bağçanın təlim-tərbiyə işlərində iştirak etməsi onun hüququdur. Yəni iştirak edə də bilər, etməyə də bilər. Biz valideyni məcbur edə bilmərik. Çalışır ki, valideynləri məcburi şəkildə deyil, xoş münasibət zəminində bağça fəaliyyətlərinə cəlb etsin. Onlarla söhbət aparır və fikirlərini dinləyir. Yəni çalışır ki, ən azından, yəni müdirinin sözünü də yerə salmasın, amma məcbur da eləməsin. Şirin dillə, xoş ünsiyyətlə valideynləri bağçanın işlərinə cəlb etsin. Belə bir halda rəqəmlər verilib gördüyünüz kimi burada və hər rəqəmin qarşısındakı situasiyanı ona uyğun şəkildə qruplaşdıracaq. Ümumiyyətlə, gəlin birə baxaq. Birdə görürsünüz, Kəmalə müəllimə valideynin hüququnu bilir ki, valideyni məcburi şəkildə bağçaya cəlb etmək onun hüququnun pozuntusudur. Yəni, müəllimin qanunlardan xəbəri var. O, Azərbaycan Respublikasının təhsil haqqında qanunda valideynlərin hüququna demək ki, bələddir. Ona görə sizə, məsəl üçün, biz qanunları, vəzifələri, yəni hüquqları keçirik. Deməli, burada müəllim qanunun aliliyi etik davranışına malikdir. Burada da qanunun aliliyinə baxırıq ki, müəllimlər, bu bəndi çıxırıq, bu bəndi də çıxırıq. Yəni, bu bəndlərdən biri olacaq. Daha sonra deyir ki, müəllim, indi ikini tapırıq. Biri tapdıq ki, qanunun aliliyidir. Və burada da 3 dənə variantda qanunun aliliyi var ki, yəni indi sadəcə ikini tapandan sonra dəqiqləşdirəcəyik. Deyir ki, məcburi şəkildə deyil, xoş münasibət quraraq, söhbət edərək, fikirlərini dinləyərək onları cəlb etməyə çalışır ki, biz bildirmişdik ki, müəllimin yoldaşlarını dinləməsi, valideynlərlə xoş münasibət qurması, ünsiyyət qurması, uşaqlarla xoş ünsiyyət qurması onun kommunikativ bacarığına daxil edir. Ümumiyyətlə, kommunikasiya ünsiyyətdir. Əgər testlərdə qarşınıza müəllimin uşaqla, müəllim yoldaşından, valideynlə, rəhbərliklə, digər şəxslərlə müəyyən problemləri ünsiyyət vasitəsilə danışaraq, dinləyərək həll etməsinə dair müəyyən situasiyalar görəndə bilin ki, bu kommunikativə aiddir. Burada da kommunikativ hansı bənddədir? C bəndində olacaqdır. Yəni, birinci situasiyaya aid olan etik davranış qanunun aliliyi, çünki müəllim valideynin hüququnu bilir. Digəri isə, bacarığı isə kommunikativdir. Çünki deyir ki, onlarla məcburi şəkildə deyil, söhbət aparır, fikirlərini dinləyir. Yəni, kommunikasiya bacarığı bu müəllimdə yaxşıdır. Bu, testimizin birinin izahı. Daha sonra mən sizə keçirəm digər testimizin izahına. Bir dəqiqə, burada pozum bunu. Digər testimiz isə uşaq yönümlü demokratik təhsilə aid olan bir testdir. Testdə deyir ki, verilmiş hansı halda tərbiyəçi müəllim uşaq yönümlü demokratik təlim-tərbiyə mühitinin təşkilini pozmuşdur. Ümumiyyətlə, testlərdə inkar və təsdiq cümlələrinə diqqət edin. Burada bizə açar sözlər nədir? Tərbiyəçi müəllimin uşaq yönümlü təhsilin mühitinin təşkilini pozmasıdır. Biz baxaq indi. Deyir ki, uşaqların iştirakı ilə onları araşdırmağa, görürsünüz, deyir, uşağın iştirakı ilə təşəbbüs göstərməyə, yaratmağa təşviq edən planlanmış mühitin təşkili. Bəli, bu düzdür. Çünki biz demişdik ki, uşaq yönümlü demokratik təhsil uşaq yönümlü olmalıdır. Yəni, uşaqların axtarması, araşdırması həmişə uşaq yönümlü təhsilin prioritet öncəliyi olan məsələlərindən biridir. Bu düzdür. Uşaqların işlərində hər zaman nəticə yönümlü, yüksək aktivlikli mühitin təşkili.
Bu yanlışdır. Deyə bilərsiniz, niyə nəticə yönümlülük prinsipidir? Axı hər zaman biz nəticə ala bilmərik. Biz əgər uşaqdan hər dəfə nəticə gözləsək, bu uşağın motivasiyasının düşməsinə səbəb olacaq. Çünki bilə bilərik ki, bəzən uşaq yaxşı nəticə göstərə bilər, bəzən pis nəticə göstərə bilər və hər zaman yüksək aktivlik olmaya bilər. Ümumiyyətlə yadınızda saxlayın, uşaq yönümlülük testlərində hər zaman nəticə olmaya bilər. Bir dəfəyə nəticə olmaya bilər. Hər zaman yüksək aktivlik olmaya bilər. Bu uşaq yönümlülüyə zidd olan məsələlərdir. Sonra uşağın yoldaşları ilə, ətraf aləmlə qarşılıqlı əlaqədə inkişaf etməsinə imkan yaratmaq, baxın bu düzdür. Körpələr, az yaşlılar, ibtidai sinif şagirdləri arasında davamlılığı təmin etmək varislik prinsipinin tələbini ödəyirik. Bu da düzdür. Ayrı seçkiliyə yol vermədən dəstəkləyici mühitin təşkili. Bu da doğrudur. Çünki inklüziv təhsilin tələbini pozarıq, ayrı seçkiliyə yol versək və uşaqlar üçün də daim dəstəkləyici mühit yaratmalıyıq. Deməli, bu testdə yadımızda qalacaq o olmalıdır ki, əgər sizə uşaq yönümlü təhsillə bağlı hansısa situasiya düşsə, yadınızda saxlayın ki, hər zaman hər məşğələnin, hər fəaliyyətin sonunda yüksək nəticə olmaya bilər. Keçək digər testimizə. Bu test şəkilli testdir, müəllimlər. Bir dəqiqə bu əlavəni pozum. Bunu bu arada, yəni bu testləri işləmək istəyən müəllimələr Telegram kanalımıza qoşula bilərlər. Sınaq formasında hər ayda 2 dəfə və yaxud da ki, həm əlavə test kimi, həm də belə onlayn test kimi sizlərlə paylaşılır. Telegram kanalını yerləşdirəcəm linkini. Daxil olaraq, mütəmadi olaraq bu cür sınaqlardan tam imtahan tipli situasiya testlərini işləyə bilərsiniz. Burada şəkil göstərilir. Birinci şəkli analiz edilir. Uşaqlar təbiət qoynundadırlar, çox gözəl bir şəkildir bu arada. Kollektiv şəkildə otururlar. Müəllimə onlara nəyisə izah edir. Hamısı da kollektiv şəkildə, yəni müəllimənin fikirlərini dinləyirlər ki, burada deyir, hansı müəllimin istifadə etdiyi iş forması haqqında yanlış olan fikri tapın. Deməli, burada iş formasının adını yazmayıb. Bizim öhdəmizə düşən birinci bu iş formasının özünü tapmalıyıq ki, burada deməli hamılıqla bir yerdə olduğuna görə bu kollektiv iş formasıdır. Hamı bir yerdədir. Düzdürmü? Deməli, biz bildik ki, kollektiv iş forması buna aid olan yanlış fikir tapacaq. Birincidir ki, birgə fəaliyyət göstərmək, kommunikativ bacarığın inkişaf. Bəli, kollektiv deyəndə zaten görürük ki, hamı bir yerdə oturur. Ümumiyyətlə, birgə fəaliyyət kollektiv iş formasının açar sözlərindən biridir. Bu düzdür. Bütün qrup bir fəaliyyətdə birləşdirilir. Baxın, görürsünüz, həqiqətən də iki fikir, ideya mübadiləsi aparır. Doğrudan da bütün uşaqlar bir dənə müəllimin ətrafında birləşiblər. Bu da düzdür. Bütün uşaqların cəlb olunmasını təmin edir, müəllimin uşaqlara qoşulması imkanı olur. Burada da həqiqətən də ümumiyyətlə bütün birgə sözü kollektivin açar sözləridir. Testlərdə buna diqqət edin və şəkildən də görürsünüz ki, həqiqətən bütün uşaqlar fəaliyyətə birgə cəlb olunublar. Əsasən fərd daxili, introvert qapalı uşaqlar üçün daha faydalıdır. Əksinə, fərd daxili uşaqlar kollektivçiliyi sevmir. Onlar üçün fərdi, yəni zaten burada fərd daxili sözü deyilir. İş forması daha yaxşıdır ki, onlar kollektivi olanda sıxılırlar, fikirlərini ifadə edə bilmirlər, çəkinirlər. Ona görə də kollektiv iş forması haqqında yanlış fikir deyibəndidir. Sual-cavab sessiyasında qrupun ümumi anlanmasına imkan yaradır ki, bu da düzdür. Çünki ümumi müəllimə hamıdan soruşur, hərə fikrini bölüşür deyə. Yəni, uşaqlar arasında aktiv kommunikativ əlaqələrin yaranmasına imkan yaradılır. Yəni, bu testdə də yalnız cavabımız D olacaq. Yadımızda da burada saxlamalıyıq. Kollektiv iş formasına bağlı testlər düşəndə birgə, bütün, ümumi anlayışı. Çünki hamını əhatə edir və fərd daxili, özünə qapalı olan, sosiallığı sevməyən, fərd daxili intellektə malik olan uşaqlar kollektiv iş formasını sevmirlər. Amma təbii ki, müəllim hər zaman imkan verməməlidir uşağa fərd daxili olsun. Çünki uşaqda asosiallıq yaradır. Yavaş-yavaş, hissə-hissə, yəni uşağı da incitmədən, məcbur etmədən onu kollektiv iş formasına cəlb edə bilər. Təbii ki, uşağın niyə fərd daxili işlərlə məşğul olmasını öyrəndikdən sonra o problemi aradan qaldıraraq uşaqlara yardımcı ola bilər. Belə müəllimlər, 3 testi yenə sizə izah etdim. Yenə qruplarımızda mütəmadi olaraq bu cür testlər paylaşılacaq. Həm birinci daxil olub özünüz işləyə bilərsiniz. Daha sonra isə mənim atdığım videolardan sonra testi düz başa düşüb düşmədiyinizi, düzgün işləyib işləmədiyinizi yoxlaya bilərsiniz. Dediyim kimi, qrupun videonun aşağı hissəsində də Telegram kanalımızın linkini yerləşdirəcəm. Sağ olun, inşallah gələn izahlarda görüşənə qədər.